Salam hər kəs. Bu günləri bir dənə maraqlı video hazırlayacağam. Yəni bu mağazalardakı qiymətlərlə bağlı. Zara'dan belə bir getdim şalvar almışdım. 3 gün bundan qabaq gedəndə orada qiyməti endirimlə 39 idi. YouTube-a yerləşdirəcəm. İndi baxıram bu günləri getdim görüm 29 manat olub. Amma burada kifayət qədər çoxlu nakleyka üstü yapışdırıb. Ona görə istəyirəm açaq görə bu qiymətlər necə dəyişibdir. Hazırsınız? Getdik. Görək birinci qiymətləri. Bu videonu nətər qoyaq ki, mane olmasın. Tak. Birinci qiymət görürsünüz burada 39 manat. Yəni 29-39. İlkin qiymət 99 olubdu vaxtilə. Tak. İkinci nakleykanın qaldırırıq. Tak, bunu yapışdırdıq bura. 39. Gördüyünüz kimi əziz izləyicilər. Bu videonu bir saxlayın da mən bunu çəkə bilim. Burada bizdə futbol gedir. Tak. Ola bilməz, ola bilməz. Bunlar da kəlləli başım qarışdı. Kəlləli başım qarışdı. O üstündə taktika problemi var idi. Yardımdan çıxıb şey yapmışdı. Aydın görəcək. Tak. 39'dan əvvəl bu neçə olub? 49. Onları belə yığaq bura ki, qarışmasın. Növbəti 49'dan əvvəl neçə olub? Uuu, 69. Və 69'dan əvvəl olub 99. Dan əvvəl neçə olub görə? Dan əvvəl Avropa qiymətini görürük 49.95 euro. Prinsipi bizim qiymətlə o eləməlidir nə qədər? Başlı 99 manat. Burada indi satılıb. Sonra 69. Sonra düşüb olub 49. Sonra 39. Sonra da 29. Bax belə. Odur ki, gözləyin, Zara'dan qiymətlər endirəndə alarsınız.